İranın nüvə silahı olandan sonra bizim halımız necə olacaq? Atılan raketlər, atılan mərmilərdən bizim əraziyə düşə bilər. İsrail nə eləmək istəyir? Ona nəyinə vurmaq olar? Atom olmasa da var. İsrail ordusu durmadan belə intensiv İranı zərbə endirə biləcəkmi? Üçüncü Dünya müharibəsi artıq gedir, amma onun isti fazası deyil, hibrid savaşlar fazasıdır. İran elə hazırlıqsız ölkə deyil. İran, İsrail xüsusi xidmət orqanlarının qarşı durması çox uzun bir zaman ərzində baş verir. Amma bu dəfə İsrailin elədiyi tam fərqli bir əməliyyat oldu. Mossad buna müvəffəq oldu ki, İran ərazisində Çindən qoyulub atılan mobil tank əleyhinə raket kompleksi Spike, onlar da gətirə bilmişlər İran ərazisinə. Və bu 10 deyil, 15 deyil, 20 deyil, hətta bugün ayın 14-dür. Günorta saatlarına qədər həmin o İran ərazisindən Mossad agentlərinin istifadə elədiyi dronları biz müşahidə edirik. İran çox böyük ölkədir, onun sərhədlərində görünən o ki boşluqlar da var. Bundan öncə Ukrayna Rusiya eləmişdi. Amma bunlar həm raketlərdən istifadə elədilər, həm dronlardan istifadə elədilər. Bilirsiniz, bu çoxlaylı əməliyyatdır. Burada bütün İsrailin müdafiə və təhlükəsizlik qurumları məxfi şəkildə hazırlanıblar. Məsələn, İranın içindəki əməliyyatlar, Mossad əməliyyatı da 20 nəfər ölən generalların içində 4-5 nəfər qisir generalları onlar ora toplanmağa məcbur eləmişdilər və bunkerin içində qoymuşlar. Yəni bu əməliyyatın çoxları var. Və təbii ki, ən böyük zərbələri qırıcı təyyarələrlə istifadə edirlər, zərbələr bundan endirirlər. O da çox İsrail ordusunun əməliyyat bacarığının çox yüksək peşəkar olmağından irəli gəlir. Çünki məsafə 2000 kilometrdən çoxdur. Təyyarələr gəlib İraq üzərində yanacaq qəbul edirlər, döyüş sursatlarını istifadə edirlər. Mən videolardan başa düşdüm ki, İran hava hücumundan müdafiə sistemi çox böyük bir miqdarda sıradan çıxarılıb. Çünki artıq zenit toplarla müqavimət göstərmək istəyirdilər. Onların da imkanları ballistik qanadlı raketlərə və yaxud təyyarələrə çox məhduddur. İsrail xüsusi əməliyyatlarda həmişə üstün bir ağıl, üstün bir zəka, qeyri-adi düşünmə tərzi tətbiq edərək xüsusi əməliyyatlarda İsrail həmişə başarılı. Əməliyyata illər, ən azı bir il gedib. Yəni, keçən ildə düşünürəm ki, İsrail İranı vura bilər. Amma ki, belə bir əməliyyatların keçirilməsi bütün detalların düşünülməsi demək. Düşmənin müdafiə və təhlükəsizlik sistemində boşluqları tapıb ora vurursunuz. Yəni, əgər indi biz o düşüncə ilə düşünsək ki, Amerikada zəif ölkədir, gəlib şəhərin ortasında 2 dənə hündür binasını vurdular, dağıtdılar. Yox, hər bir ölkənin təhlükəsizlik və müdafiə sistemində boşluqlar var. Bu əməliyyatların tapşırıqların, hədəflərin biri də o idi ki, İranda xaos yaradılsın və qismən də yaradılıb. Biz görürük ki, İran necə cavab verir İsrailə, Tel-Əviv necə vurulur. İsrail buna hazır olmasaydı, onun itkiləri yüzlərdən artıq olar. Mən düşünmürəm ki, İsrail hədəf axtararkən əmin olmadığı hədəfləri vurur. İsrailə mane olan məsafədir. Yəni 2000 kilometr dəf eləyən təyyarə, məhdud sayda döyüş sursatı gətirən təyyarə onu mülki obyektə vurmaz. Hərbdə bir qanun olaraq bir şeydir ki, savaş başlayan zaman hərbi aviasiya yerdəyişmələr eləyir. Öz daimi bazalarından tərk edirlər. Çox böyük ehtimal İran aviasiyası yerdəyişmə eləyib, təyyarələrin bir hissəsini gətirib mülki aeroporta yerləşdirib, bunu da İsrail ordusu vurur. Bu problem iki tərəfin ikisine aiddir. Bunların sərhədləri yoxdur.
Bunlar bir-birlərini ya raketlə vurmalıdırlar, ya da ki, təyyarə ilə 2000 kilometr dəf edib vurmalıdırlar. Siz 2000 kilometrdən təyyarəni gətirirsiniz ki, mülki aeroportu vurasınız. Halbuki düşmənin hava hücumundan müdafiə sistemləri var, düşmənin buraxıcı qüvvələri var. İsrail ordusu artıq havada üstünlüyü əldə edib və onların ən böyük dərdi o İsrailə atan ballistik raketlərin buraxıcı qurğularını tapıb vurmaq. Çünki İran durmadan orta mənzilli ballistik raketlərlə vurur. 3-cü Dünya müharibəsi artıq gedir, amma onun isti fazası deyil, hibrid savaşlar fazasıdır. Rusiya bizimlə də hibrid mübarizə aparır, Avropa ilə də hibrid mübarizə aparır və yaxud Çin bəzi Avropaya qarşı hibrid hücumlar eləyir. Yəni 3-cü Dünya müharibəsinin qaynar fazası deyil, soğuq fazasıdır. Hibrid savaşlarla dünya yarısı bir-biri ilə vuruşur. Mən İranın böyük ölkə olduğunu israrla təkrar etməyimin bir səbəbi var. İsrail ordusu durmadan belə intensiv İranı zərbə endirə biləcəkmi? Biraz problemlidir. İsrail evlə idarə olunan aviabombalar, idarə olunan raketlər toplaya bilibmi? İranın hərbi potensialını tutaq ki, 30% zəiflətməkdən ötürü çalsın istifadə etməlidir 10.000 idarə olunan mərmi. Bunların da ki, inanmıram $500.000 aşağı hansı bir qiymət olsun. İkinci sual, İsrail nə eləmək istəyir? İsrail deyir ki, mən hakimiyyət dəyişmək istəyirəm. Bunu bombardmanla da eləmək olmaz. Siz bir İranın iqtisadiyyatı məhv edərək qaz satışını əngəlləməkdir, neft satışının, neft istehsalını əngəlləməkdir. Bunu eləyə bilər. Amma bu qısa vadədə 1 ay, 2 ay ərzində hakimiyyət dəyişikliyinə gətirib çıxarmır. İnsanlar gərək əziyyət görə, yoxsulluq, kasıblıq görə, problemlər görə ki, bu problemlər kumulyasiya ola, yığıla, toplana, ondan sonra bir sosial partlayış ola. Hələ İsrail bütün instrumentləri işə salmayıb. Başqa əməliyyatlar da ola bilər. Günlər artıq Ayətullah Xomeynin yaşadığı evlərin biri vurulub. Və əgər siz bir ölkənin elitasını götürürsünüzsə, avtomatik olaraq bu iqtidar dəyişikliyi olmasa da yeni semaların, yeni insanların gəlməyi deməkdir. 3 günə, 5 günə İranın hava hücumundan müdafiə sistemi böyük bir hissəsi sıradan çıxarılacaq. Bu da nəyə gətirib çıxaracaq? Ona gətirib çıxaracaq ki, İsrailin daimi samolyotları İranın üstündə uçacaq, istədiyini eləyəcək. İntensiv döyüşlər 3 gün, 5 gün, 10 gün düşünürəm ki, ondan artıq əgər İsrail çox böyük bir səviyyədə döyüş sursatı toplamayıbsa, ondan artığın İsrail İranla vuruşa bilməyəcək. Pilotlar yolu, yəni siz düşünün 2000 kilometr yol məsafə qət edirsiniz, göydə yanacaq doldurursunuz və sonra 1-2 saatda İran ərazisində düşmənin üzərində vuruşursunuz. Belə intensiv uçuşlar yerinə yetirməyə, intensiv bahalı sursatlar istifadə etməyə nə qədər limiti var? İranın hava hücumundan müdafiə sistemi, İranın hərbi potensialı, əgər istəsələr dərinə geçsələr, İranın qaz, neft idxalının əngəlləməyi, nüvə infrastrukturunun ya zəifləməyi, ya da ki, İran nüvə proqramına elə bir xətalar yetirmək ki, bu proqram tutaq ki, 10 il geriyə düşsün. Bunu tək hərbi yolla eləmək biraz çətin məsələdir. Çünki FOGO dediyimiz əsas açar nüvə infrastrukturunun biri qayalığın altında da 80 metr dərinliyi. Ona nəyinə vurmaq olar? Atom olmasa da var. Təbii ki, bunun riskləri var, təhlükəsizlik problemləri var. Bizim orada soydaşımız, qardaşımız var. Onların taleyi bizə çox maraqlıdır. Yəni artıq biz radiasiya monitorinq aparırıq. İsrail İranın nüvə obyektlərini vurur. Bu da ki, problemlər yarada bilər, radiasiya sızıntısı ola bilər. Sərhədlərimizə gərginlik ola bilər. Atılan raketlər, atılan mərmilərdən bizim əraziyə düşə bilər. Artıq, məsələn, Təbriz kimi şəhər vurulsa və yaxud başqa bir şəhərlər vurulsa, insanlar böyük problemlərlə üzləşərlər. İşıq, qaz, miqrasiya dalğası ilə üzləşə bilərik. 10 milyonluq ölkə, 40 milyon miqrant. Sərhəd problemi olmasa belə biz onlara humanitar yardım istəsək eləməyə, bu bizi incitəcək, narahat edəcək bu bizi. Uzun vadəli layihələrdə hər bir ölkədə hakimiyyət dəyişikliyi təbii ki, qanlı ixtişaşlar ola bilər, problemlər ola bilər və bu problemlər, savaşlar, konfliktlər istər-istəməz bizi müdaxilə eləməyə məcburdur. Mən pis tərəflərini dedim. Yaxşı tərəfi nədir?
ən çox Zəngəzur dəhlizinin açılmağına mane olan ölkə İrandır. Yəqin ki, belə bir zərbə alandan sonra onu Zəngəzurun dərdini çəkməyəcək, öz daxili problemlərin dərdini çəkəcək. Əməliyyatların sonu İran ölkəsinin zəifliyib və çökməsi ilə başlanması ilə bitə bilər. Və İran zəifləsə, İranda etnik qruplar var, alışma nöqtələri var. Kürdlərlə İran-Azərbaycanlıların kəllə-kəlləyə gətirmə ssenariyaları hətta iqtidar belə bu zəmini hazırlamışdı. Bu mövzuda Türkiyə ilə biz çalışarıq buna yol verməyək ki, Suriyadakı kimi Azərbaycanlılar qırılsın. Biz İranla indiki halı ilə çox böyük problemlər yaşayırıq. Mən İranı Azərbaycana dost ölkə sayıram. İranın nüvə silahı olandan sonra bizim halımız necə olacaq? İran bizə necə danışacaq? Necə danışmaq istəyəcək? Necə aparmaq istəyəcək? İran nüvə silahı olmaq ssenariyasındansa mən çox zəif bir İran ssenariyasını Azərbaycan üçün daha məqbul sayıram. Belə bir işdir.